Yurd həsrətinin nəğməyə, rəqsə, sənətə çevrildiyi ünvanlardan biri bu dəfə qədim Ordubad oldu. Qərbi Azərbaycana Qayıdış Festival Konqresi çərçivəsində təşkil olunan sərgi və mədəni proqram yaddaşlardan silinməyən el-obanın tarixini, adət-ənənələrini və mənəvi sərvətlərini bir daha gün üzünə çıxardı. Hər xalçada bir ocağın istisi, hər məişət əşyasında bir ailənin xatirəsi, hər fotoşəkildə isə doğma yurda dönmək arzusu yaşayırdı. Sərgidə nümayiş etdirilən eksponatlar sadəcə keçmişin yadigarları deyil, həm də yüz minlərlə soydaşımızın yaddaşında yaşayan vətən ünvanlarının səssiz salnaməsi idi. Ordubadda Qərbi Azərbaycanın təkcə tarixi nümayiş etdirilmirdi. Yaşlı nəsil, deportasiya acısını yaşayanlar övladlarına öz kimliklərini, hansı torpaqlardan gəldiklərini və bir gün mütləq o torpaqlara qayıdacaqlarına olan inamlarını ötürürdülər. Festivalın ən yadda qalan anlarından biri də milli rəqslərin təqdimatı oldu. Qədim el havalarının sədaları altında nümayiş etdirilən rəqslər sanki həsrətə çevrilmiş yurd yerlərinin ruhunu yenidən yaşatdı. Hər addımda bağlılıq, hər ahəngdə doğma torpaqlara sonsuz sevgi hiss olunurdu. Ordubadda keçirilən Qərbi Azərbaycana Qayıdış Festival Konqresi bir daha nümayiş etdirdi ki, zaman keçsə də, məsafələr uzansa da yurd sevgisi unudulmur. Çünki qayıdış yalnız yollarla ölçülmür. Qayıdış əvvəlcə yaddaşda, mədəniyyətdə, mahnıda, rəqsdə və ən əsası insanın qəlbində yaşayır. Esmira Namiq qızı, Lamiyə Rövşən qızı, Qərbi Azərbaycan televiziyası, Ordubad.